Yeni il ərəfəsində mən bu sözü deməliyəm və deyəcəm də, yeni il ərəfəsində mən çox təəccübləndim bəzi hallara. Şaxta babanın, üzr istəyirəm, şəklini çəkirlər, başını kəsilmiş vəziyyətdə ki, buna yox deyək. Bu necə dindir? Siz mənə bir izah eləyin, bu dinin hansı məntiqə əsaslanır, nəyə söykənir bu? İşimizi, gücümüzü ataq deyək ki, biz yeni ilə yox deyirik, budur bizim dinimiz. Mən demirəm yeni ili təbliğ eləyək. Yeni ildir, bir bayramdır, təqvim ili gəlir. Alimlərdən də soruşursan, müştəhidlərdən də soruşursan, deyir bu xristiyanlıq rəmzi olmasa mərasimdə, xristiyanlıq simvolikası olmasa, onu kimsə keçirdə bilər. Kimsə də keçirtmir, keçirtməsin, özü bilər. Nə ehtiyac var ki, bunu hamıya deyək ki, yox deyirik yeni ilə. Niyə bu qədər yox deyirsiniz hər şeyə? Bu millət bunu 10 illərlə keçirdib, sən onun fəsadının qarşısına al, günahının qarşısına al. Süfrə açacaq, evində oturacaq, gedəcək birinin, bir-birini ziyarət edəcək, hədiyyə alacaq. Burada nə qəbahətli bir şey var?